Ətraf mühitə nəzarət xidməti İntisira, Kür və Xrami çaylarında qanunsuz balıq ovu faktlarını müəyyən edibdir. Marnioli, Tsalentixi, Xaşuri və Kasib bələdiyyələrinin sakinləri elektroşok cihazlarından istifadə etdiyi aşkarlanıbdır. Ümumi çəkisi 17 kiloqramdan artıq balıq maddi sübut kimi götürülübdür. Qurum bildirib ki, elektroşokla balıq ovu həm təhlükəlidir, həm də cinayət məsuliyyəti yaradır. Bu ilin əvvəlindən bəri ölkə üzrə 687 belə fakt qeydə alınıb. Samikirli Yuxarı Svaneti polisi qanunsuz silah saxlanılması və narkotik bitki yetişdirilməsi faktı üzrə 3 nəfəri saxlayıbdır. Axtarışlar zamanı onların üzərində və yaşadıkları evlərdə müxtəlif odlu silahlar aşkarlanıbdır. İstintaq müəyyən edib ki, saxlanılanlardan biri evində narkotik bitkilər üçün xüsusi istixana qurub və marixuana yetişdiribdir. Faktla bağlı istintaq davam edir. Bu əməllərə görə 7 ilədək həbs cəzası nəzərdə tutulur. DTX Tbilisidə Hermes MMC-nin Muxat Kverdi qəbristanlığında çalışan nəzarətçini rüşvət alma ittihamı ilə saxlayıb. O vətəndaşa ölüm arayışı olmadan 3 nəfərlik qəbir yerini 4600 $ya sənədləşdirəcəyini vəd edibdir. Vətəndaş pulu 2 hissədə ödəyib və sənədi 14 noyabrda alıb. DTX bildirir ki, iş üzrə audio və videolar mövcuddur. Kommersiya rüşvətinə görə 4-6 il həbs cəzası nəzərdə tutulur.